Hamıya salamlar olsun. Yeni vlogdan sizi salamlayıram. Bu peçenyelərdən bişirdiklərimdən qalıbdı belə. Uşaqlar elə bir təzə-təzə yaxşı yedilər. Sonra artıq qaldı. Yemədilər bunları. Məktəbədə qızlara 2 dəfə qoydum. Artıq elə bir doydular bu peçenyədən. Sara da bunları belə-belə dişləyib. Hamısını demək olar. Dişləyib qoyub bura. İndi istəyirəm bunları suxari eləyim. Belə balaca nazik doğrayacağam. Skоворodkada koyum tavada. Bunlar biraz qurusunlar, olsunlar suxari. Mən həmişə peçenye qalanda belə eləyirəm. Sevirlər, elə yeyirlər. Belə doğrayıb düzdüm tavaya. İndi bunların hamısını doğrayım düzüm. Sonra qoyacağım. Yavaş da altı az xodda qoyacağım. Yavaş-yavaş qurusunlar. Qazın bu lap balaca gözünü yandırıram ki, lap həzin pişsin belə. Tavanda qoydum. Ağzını bağlamıram. Elə-belə də qalsınlar. Birazdan sonra çörəcəm artıq. Sara da yuxudan oyandı. Bunun çayını süzmüşəm gözəl stakanında. Atası da dünən qızlara məktəbə aparmağa bulka almışdı belə. Saraya da alıbdı. Deyirəm bundan sonra nə aldım buna da al. Çünki görür istəyir. Amma Sara gül mürəbbəsi gördü stolun üstündə ondan istədi. Biz gül mürəbbəsi pişirmişdik bir 3-4 gün bundan qabaq. Elə xoşladılar ki bir bankasını artıq qutarıblar. İndi Sara da görən kimi bu gül mürəbbəsindən istəyir ki mən ondan ver. Çay iç biraz. Bəsdir. Qoy bura. Bundan da dişdə. Молодец. Ağıllı Saradır. Bundan istəyirsən, al. Çay iç biraz, çay iç. Suxarilər belə alındılar. Elə yaxşı alındılar, xırtdılar belə. Belə qəşəng. Çox qəşəng alındı bu peçenyenin suxarisi. Belə kimdə peçenye qalsa belə eləyə bilər. Yəni ki belə tullamaq yox da. Biz başqa çörək qalanda boyadayanda onu qoyuruq torbaya. Yoldaşım zibili atanda orada zibil qabına torbada asır. Da kimin toyuğu var belə gəlib götürürlər. Amma peçenyeləri elə eləmirəm. Peçenye qalanda həmişə belə suxari eləyirəm ki uşaqlar da sevirlər, yesin qalmasın. Mən də adətən çalışıram belə kapron qabı işlədim ki uşaqlar qırmasınlar. Həmişə kapron qabı işlədirəm. Keçən dəfə bazara gedəndə qaynanam gül kələmi almışdı belə. Sadəcə başqa şeylər çox idi deyə ona görə bişirmədik. Dedik qodursun, bişirərik. Elə dünən bu qədərini təmizlədim. Uşaqlar çiğ-çiğ yedilər, bitirdilər artıq. İndi bunu istəyirəm təmizləyim, hazır qoyum ki uşaqlar gələnə yaxın duzlu suda eləcə pörtlədirik. Çünki eləmişik başqa, yağda qızartmışıq, üstünə yumurta vurmuşuq. Elə heç yaxşı olmur. Uşaqlar xoşlamırlar, yemirlər. İndi belə yerlərini təmizləyim, qalıbdı deyə belə biraz qaralıb. Buralarını təmizləyim. Biz belə yaxşı yarpaqlarında bişiririk. Suda da pörtlədirik. O da qəşəng dadır. İndi bunları təmizləyim, hazır qoyum ki uşaqlar gələnə yaxın duzlu suda eləcə pörtlədəcəm. Qəşəng onda yeyirlər, xoşları gəlir. Həm də çox yaxşı bir şeydir də, vitaminlidir, xeyirlidir.
Təmizlədim hamısını. İndi sirkəli suda qoyum biraz qalsın. Belə yarpaqlarını saxladım ancaq belə balaca yarpaqlarında. O birisilər çox yekəliflər, artıq qartdılar. Onların nə qədər bişirsəm də yumuşalmazlar. Hardasa 2 saatdır bunları sirkəli suya qoymuşam. İndi götürüm belə üstündən də su axıdım ki getsin. Sirkəsinin dadı zadı qalmasın da uşaqlar elədilər. Biraz başqa dad gəldisə deyirlər ki, yox, yemirik. Nəsə başqa dadı var. Ona görə üstündən yaxşı su axıdım bunların. Belki elə yenə bunda o adi suda qoyun biraz da. O sirkəsi çıxsın içindən. O lap yaxşı olar məncə. Biraz da belə yum adi suda. Tamam, sirkəsinin dadıdır, iyidir, geçsin. Suyunu da doldurum qoyum ki qaynasın bir əl mən gedənə kimi. Altını keçirim. Mən gələndə artıq su isti olsun. Mən gələndə də qoyum bir əl qaynasın ki elə kələmləri töküm içinə, gül kələmlərini. Eləcə bişirim uşaqlar gələndən sonra. Burasını uşaqlar məktəb koftasıdır bu. Onu məktəbin futbolkası, onu ruçkana belə yazıblar. İndi yumağa qoyanda belə bir şey var. Bunu sağ olsun Rənanın sinif yoldaşının maması veribdi mənə. Çox yaxşı bir şeydir. Faberlikdəndir. Mən düzün deyim Faberlikdən elə də işlətmirəm heç nə. Amma bundan çox xoşum gəldi. Bunu eləcə adicə belə sıqırdıram bura, bunun üstünə belə. Ya ruçkanın yazılan yerləri. Eləcə də qoyuram paltaryana, yuyulur. Tərtəmiz olur ruçkanı, elə yaxşı aparır ki, bu heç sürtməyə də ehtiyac yoxdur. Bir də Rənanın belə koftasında, bilmirəm, yadımdan çıxıbdı, bu nə yeyibdi belə, burası belə oldu, bilmirəm. Bəlkə də alma verirəm, onun bəlkə yeyəndə suyu tökülübdü ağzından. İndi ona da istəyirəm belə eləyim, görüm bunu da mı aparacaqdı. Даже ruçkanla da yazıbdı Sara. Ruçka yerlərinə də belə vuraq. Bura da vurum görüm. İndi yuyulsun, baxım görüm aparırmı? Məncə aparar inşallah ki. Ağ paltarlar yuyuldular, qoymuşdum. İndi çıxarım görüm o nətər oldu. Saranın koftası Rənanın o yazdığı bilirəm ki,
100% gedifdir bu deyir ananınki budur. Hə, bu deyir gedifdir, heç nə yoxdur, ağappaqdır. Ruçka yeri qalmayıbdır, gedifdir. Bir dənə burada elə bir nəsə nöqtə kimi qalıbdır. Bəlkə də ora yaxşı vurmamışam ona görə. Amma belə heç nə yoxdur. İndi hə, bu da Saranınkidir. Yox, Sarankini təmizləyəmədi. Saranınki elə də qalıbdır. Bilmirəm, bu nədir, bu dəfə buladı. Yoxsa bu kofta elə qəşəng ağappaq. Özdə mənim ağ koftaları xoşum gəlir uşağa geyindirməyə, amma o da nəsə buluyubdur bütün. İndi bilmirəm, nə ilə bunu aparım ki, getsin bu rəngi. Ki, uşağa geyindirə bilim. Belə mən bunu geyindirə bilmərəm axı ona. İndi bilmirəm. Siz də əgər bilirsinizsə bunu nə ilə apara bilərəm. Kommentlərdə yazarsınız ki, görüm hamısını eləyəcəm ki, bir dənə bunun rəngi açılsın ki, geyindirə bilim bunu. Elə əyninə də balaca deyil ki, deyim ki, artıq balacadır da, geyindirməyim. Yaxşıdır əyninə də. Qolunu da eləyibdir, bax. Qolu da bulanıbdır. Bilmirəm, nədir bu. Alça da yeyir. Bəlkə də alçaya eləyir. Axır vaxtda alçada çox yeyir. Bəlkə də alça eləyibdir, nə bilim. Dəqiq deyə bilmirəm, nədir bu. Heç nə. Belə. Əsas odur məktəb koftası təmiz oldu. Bu da artıq 1 ildir məncə geyinirlər. Rəngi də biraz şey olubdur. İndi gərək gələn ilə təzəsini alaq. Çünki ucu rəngi də baxıram ki, tam ağ deyil. Biraz saralan kimidir. Da bu ildə geyinsinlər. Nə qaldı ki, 2-3 həftə qalıb geyinsinlər. Gələn ilə artıq təzəsini alarıq inşallah. Yenə sizə buradan video çəkirəm. Buradan elə xoşum gəlir gəlmək. Axır vaxtı Sara tez durur deyə. Axşam da tez yatır, saat 10'un yarısı ona qalmış. Ona görə səhər tez durur. Ona görə indi artıq saat 11'də yatır deyə mən özüm təkcə gəlirəm, uşaqlarını da alınca. Ona görə buradan gəlirəm, bu park kimi yerdən. Gəldim, məktəbə çatdım. Gedim uşaqları götürüm. Bir də müəllimə ilə biraz söhbətim var. Onu müəlliməyə deyim. Sabah da Rənanın imtahanıdır. İnşallah ki, yaxşı olar. Elə həyəcanlıyam, elə bir özüm universitetə imtahan verirəm. İnşallah ki, yaxşı olar. Sizə də şad xəbər verərəm. İnşallah. Bayaqdan elə heç çəkirəm, neçə dəfədir qabağıma adamlar gəlirlər deyə keçirirəm. İstəmirəm də belə adamlar düşsünlər. Göygöldən burada videoya baxanlar var. Sonra birdən narazıçılıq olar, kimi seçəysəm. Ona görə çalışıram çəkməyim. Hə, elə deyirdim ki, Rənanın imtahanı var. Get, sabahlarım gəlsin, görək necə yazır. Yəni bir 90% inanıram ki, keçəcək. Çünki sınaqlarda yaxşı yazırdı, 40 balı keçirdi. Onlar da 30 balı keçsələr, keçirlər də. Riyaziyyatla, rus dilidir. Onların hərəsindən 30 sualdır. Onun yarısını yazmalıdırlar. Hərəsindən yarısını da 15-15 yazmalıdırlar ki, keçsinlər. Rəna da həmişə 40 balı keçir sınaq. Neçə dəfə sınaq olubdu, monitoring keçir. Ona görə elə də narahat deyiləm, amma yenə də deyirəm, birdən də uşaqdır, həyəcanlanar, özünü itirər. Ona görə elə neçə gündür söhbət eləyirəm ondan ki, bax, şey eləmədə narahat olma, inşallah yaxşı olacaqdır. Özünü itirmə, sualları yaxşı oxu, diqqətlə elə. Görək bir dənə bu sabahki gündə keçsə, bu 3 ay yayı inşallah onları qoyacam dincəlsinlər. Mən onları kanikulda heç vaxt imkan vermirəm dincəlsinlər. Elə həmişə deyirəm ki, hazırlıqlara qoyuram ki, yayda da oxusunlar. Amma dedim bu yayı sizə istirahət verəcəm. İnşallah görək sabah yaxşı olar. Bitirdim məktəbdən. İndi də durub gözləyirlər. Gedəyini dəyiş, get. İndi belə töküm bunları. Kələmləri töküm, pörtlənsinlər. Suyun duzuna da gərək baxım, heç baxmamışam. Görüm nətərdir duzu. Bir də belə biber almışıq. Bunu belə tavada kabab kimi eləyirəm. Elə yeyirik yeməyin qırağında. Biz neçə illərdə elə yeyirik. Biraz da acılığı çox deyil. Elə bil ki, bura çatanda biraz acılığı var. Belə biberləri kabab eləyəndə çox dadlı olur. İndi bunları da yuyum, silim, qoyum tavada kabab olsunlar.
Biberlər də qoydum belə burada kebab kimi olsunlar. Hələ yeni qoymuşam. Heç şey olmayıblar. Qoy qalsınlar elə. Kələm də qoyandan sonra hələ su qaynamır. Görək nə vaxtda qaynayır. Ona görə ağzını bağlamışam ki, tez qaynasın. Çünki uşaqlar gözləyirlər, durub gözləyirlər. Bunu çox sevirlər, ona görə deyirlər ki, tez pişsin. Görək bu da nə vaxt kebab olur. Axşam uşaqları yatırandan sonra dedim, belə alça döyməcidir, yoxsa döyməsidir, nəsə belə bir şey deyirlər. Buna Instagramda görürəm, bunu həmişə eləyirlər. Sadəcə gözlürdüm ki, yaxşı alça olsun. Əvvəllər aldıqlarımız hələ ki balaca idi. İndi bu dəfə artıq yoldaşım aldı, bugün gətirdi. Baxdım ki, keçək yekə alçalardır. Ona görə dedim, bundan eləyim, neçə vaxt eləmək istəyirəm elə. Elə uşaqlar da yatmışkən dedim eləyim, görüm nətər olur. Belə onlar da yatıblar deyə çox bərk vura bilmirdim. Elə çalışdım ki, yavaş vurum ki, səs getməsin onlara. Yenə də eşitdilər Rənanla Məlikə. Bir də görəm ki, durub gəliblər ki, mama o nə səsli gəlir. Deyirəm heç nə, mənəm nəsə. Amma yenə bildirmədim nə eləyirəm. Çünki deyəcəkdilər ki, mama qoy biz də oturaq, bunun dadına baxaq. İstəmirəm gecə vaxtı belə şey yesinlər. Çünki mən buna limonda sıxdım, duzda elədim. Bir də nanə qurusu elədim. Qatdım hamısını bir yerdə, qarışdırdım. Çox yaxşı alındı. Mənim çox xoşuma gəldi. İnanın onun demək olar hamısını mən yedim. Belə 3-4 dənəsini yoldaşım götürdü yedi. Qalanın hamısını mən yedim. Olsa hələ yenə də yeyərdim. Bircə duzunu az eləmişdim. Sonra təzədən duz artırdım. Amma belə çox əla olur. Kim istəsə bundan eləsin. Elə bilən bundan çox adam eləyib yeyib. Mən amma birinci dəfə idi eləyirdim. Hələ eləməmişdim. Çox da xoşuma gəldi. İndi istəyirəm bugün də yenə eləyim. Yenə uşaqlar yatandan sonra eləyim ki, çünki uşaqlar istəmirəm belə çox duzlu, limonlu yesinlər. Deyirəm bir də mədələrinə ziyan olar. Onsuz da alçanı elə belə çox yeyirlər. Demək olar biz hər gün alça alırıq evə. Alça da elə bir şeydir ki, ildə bir dəfə belə az olur deyə adamın ürəyi çox istəyir. Elə ona görə çalışırıq nə qədər çox olsa həmişə alırıq. Axırda da belə alındı. Çox qəşəng, çox dadlı oldu. Yəni kim istəsə eləsin. Yəni məsləhət görürəm. Çox dadlı, ləzzətli olur. Vloqu axıra kimi izlədiyiniz üçün çox sağ olun. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.